أنزلناه قرآنا عربيا لعلكم تعقلون نحن نقص عليك أحسن القصص بما أوحينا إليك هذا القرآن وإن كنت من قبله لمن الغافلين إذ قال يوسف لأبيه يا أبت إني رأيت 11 كوكبا والشمس والقمر رأيتهم لي ساجدين. Rollarda Mahmud Pakniyyət, Ketayun Riyahi, Mustafa Zamani, Cəfər Dehqan, Abbas Əmiri və başqaları. Senari müəllifi Fərəcullah Sələhşur. Quruluşçu operator Nasir Kavusi. Rəssam Fərhad Əlizadə Ahi. Səs operatoru Əhməd Əmiri. Bəstəkar Peyman Yəzdani. Səs rejissoru Rıza Nərmizadə. İstehsal müdiri Mühəmməd Sadiq Azin. Prodüser və rejissor Fərəcullah Sələhşur. Həzrəti Yusif. Rahilənin adı da bu dünyadan tez köçəcəyini xəbər verirdi. İlahi, onun ayrılığına dözmək üçün mənə səbr ver. Atacan, Kenanlılar geldiler. Faydası nədir? O hardadır? Çadırın içində. Tez olun, mənimlə gəlin. Tez. Allah'ın peygamberine salam olsun. Salam bacı. Gez gelmişsən bacı. Gez gelmişsən. Rahile.
Ay Allah. Müsibətlə peyğəmbərlik çoxdanki dostlardır. Belə şeylər bizim üçün yeni deyil. Biz bu müsibət zamanı da Allaha pənah aparırıq. Sən deyəsən Ləyyasan. Rahilənin bacısı. Sənə baş sağlığı verirəm. Görürsən balam, gəldiyin yer karvansaray kimidir. Bəziləri gəlir, başqaları gedir. Xoş gəlirsən, qədəmlərin mübarək olsun. Onun qədəmləri mübarək deyil. Adını Bənani qoyaq. Yəni bəxtsiz övlad. O bacımın ölümünə səbəb oldu. O, yalnız o. Sus xanım, sus. Ölümlə həyat başqasının əlindədir. Uşağın günahı yoxdur. Benani yox. Benyamin. Sağ əl. O atasının sağ əli olacaq. Bibinin əzizi, sən kimsən? Yusifəm, Rahilənin oğlu. Deməli sən də Rahilənin yadigarısan. Onda birinci sənə başsağlığı vermək lazımdır. Anacığım. Pərverdigara, Pərverdigara, Rahilənin ruhunu öz rəhmətinə qərq elə. Rahilənin ruhunu öz rəhmətinə qərq elə. Amin. Bibi, adam deyir, Allah hər kimi çox istəyirsə yanına aparır. Bu düzdür? Bibinin əzizi, sən bilirsən ki, anan Allahın yanındadır. Bilirəm, Allah onu beşdə aparır. Amma mən onun ayrılığına dözə bilmirəm. Bu müsibətə görə sənə və atana Allahdan səbir diləyirəm. Allah sizə dözüm əta eləsin. Faiqə bibi, behişt buradan yaxşıdır. Hə əzizim, çox yaxşıdır. Qardaşımın əzizi, sən bu az yaşında nə çox şey bilirsən. Allah səni hifz eləsin. Yaşının azlığına baxmayaraq çox şey başa düşürsən. Bu uşağın gözəl çöhrəsindən zəngin ruh, dilinə gətirdiyi sözlərdən onun dahiliyinin nişanələri görünür. O öz həmyaşıdlarından çox ağıllıdır, heyrətamizdir. Bəsdir bacı, bəsdir. Yusif də o bir qardaşları kimidir. Onun onlardan heç bir fərqi yoxdur. Yusifin sözləri də, çöhrəsi də mənim ürəyimə yatır. Xahiş eləyirəm ki, onun böyüməsini mənə tapşırasan. Azacıq da olsa anasızlığının qəmini ona unutturmaq istəyirəm. Mən bacıma söz vermişəm ki, övladları özünü anasız hiss eləməyəcək. Onları o biri övladlarımdan ayırmayacağım.
Bəs sən bu qədər uşağına necə bacaracaqsan? Bu mümkün deyil. Onun bir anda olsa məndən ayrılmasına razı olmaram. Axır ki çatdıq. Ömrümün axırına kimi bu şəhərdə yaşayacağım. Yakup peyğəmbərin kərvanı gəlir. Gəldilər. Qədəmləri mübarək olsun. Yakup peyğəmbərin kərvanı gəldi. Yakup peyğəmbərin kərvanı gəldi. Hoş gelmişsiniz. Allah'ın peygamberinin qədəmləri mübarək olsun. Xahiş edirik bizi də öz dərdinizdə şərik biləsiz. Sizə üz verən müsibətdən xəbərimiz yox idi. Allah sizə səbir versin. Ölümdən həyat Allahın əlindədir. Biz isə onun əmrlərinə tabiyik. Hoş gəlmisiniz. Hoş gəlmisiniz. Hoş Qədəmləriniz gəlmisiniz. mübarək olsun. Hoş gəlmisiniz. Allah sizi Hoş səbir gəlmisiniz. versin. Qədəmləriniz mübarək Hoş olsun. gəlmisiniz. Qəminizə şərik oluruq. Hoş gəlmisiniz. Hoş gəlmisiniz. Allah sizə səbir versin. Çox mübarək. Allah sizə səbir versin. Hoş Hoş gəlmisiniz. gəlmisiniz, Gözünüz hoş üstə yeriniz var. gəlmisiniz. Hoş gəlmisiniz. Xoş Gör, ne gəlmisiniz. güzel oğlu var. Ora bax. Qədəmləriniz mübarək. Bacı, atamız İshak peyğəmbərin qəbri hardadır? Əvvəllər oranı görmüsən. Babamız Həzrət İbrahim və arvadının qəbri olan Mekuylada. Anamız Rəfiqənin qəbri də oradadır. Əvvəlcə onları ziyarət edib əhdimi təzələmək istəyirəm. Leya, hamıya xəbər elə, birlikdə ora gedəcəyik. Yahuda. Lavi. Bismə, get sənə verdiyim əmanəti gətir. Biz atamız İshaqın məzarına gedirik.
Allah'ın salamı olsun İbrahim Peygamber'e. Allah İsaqın və İbrahimin ruhunu şad eləsin. Kənan əhli hidayət və imanına görə onlara borçludur. Ölüm yatağında olarkən sizi görməyi çox arzulayırdı. O sizi özündən sonraki peyğəmbər adlandırırdı. Vəsiyyət elədi ki, İbranilərin hidayətini öhdənizə götürəsiz. Onun ulu ruhundan kömək istəyirəm. Allah'tan bu risaletin çətinliklərində mənə yardımcı olmağını diləyirəm. Bu köynək bizim babamız İbrahimə məxsus idi. Miras olaraq atamız İsaka çatmışdı. İndi də siz onun varisisiz. Siz burada olmayanda, atamızın böyük övladı mən olduğum üçün bunu mən qoruyurdum. İndi isə bu əmanəti sizə təhvil verirəm. Atamın vəsiyyətinə görə bu köynək sizdən sonraki peyğəmbərə çatmalıdır. Bunu risalətin nişanəsi kimi də adlandırmaq olar. Mübarək. Mübarək olsun. Mübarək olsun. Təbrik Təbrik edirəm. Mən və Kənan əhli sizə beyyət eləyirik. İsa peyğəmbərdən sonra sizin peyğəmbərliyinizi qəbul eləyib şəhadət veririk. Mübarəkdir. Təbrik edirik. Səncə bu köynək atamızdan sonra kimə çatacaq? Məlum məsələdir. Aramızda ən güclü olan şəxsə. Səhv eləyirsiniz. Bu köynək ən imanlı olan şəxsə çatacaq.
acımışam. Ana, bizə yemək vermirsən? Bəs yemək nə oldu? Biraz dözün. Nə olub? Al. Sizə nə olub? Ne üçün yemirsiniz? Bu azdır. Niyə Yusifə bizdən çox vermisən? Sakit ol, yeməyini ye. Bəsdir Ləya. Ne inirsən? Özünü əl al. Benyamini mən saxlayaram. Sən uşaqlarına yemək ver. Bu qədər uşağa baxmaq həqiqətən çox çətindir. Ləya'nın haqqı var. Öz 7 oğlu qızı, üstəlik Rahiləninkilər də. Mən yenə də öz istəyimi bildirirəm. Həmişə övladımın olmasını arzulamışam. Amma bu arzuma çatmamışam. Ömrümün bitməsinə də az qalıb. Mənim xahişimi yerinə yetirin. Rahilənin bu balasını mənə tapşırın. Arxayın olun. Mənə inanın. Onu göz bəbəyim kimi qoruyacağam. Özünüz görürsünüz ki, Ləya çox çətinlik çəkir. Siz Yusiflə qardaşı üçün çarə tapmalısınız. Bəs onun ayrılığına necə dözəcəyik? Əgər uzağa aparsam, dözməzsiz. Əgər onu hər gün sizi görməyə gətirə bilməsəm, qaytararam. Əgər məhəbbətimi ondan əsirgəsəm, mənə nə deyirsiniz deyin. Qoy ömrümün axır illərini Yusif balama nəvaziş eləməklə keçirim. Arxayın olun ki, bundan həm Rahilənin ruhunu şad eləyərəm, həm də sizin qəlbinizi. Faiqə, bəs mənim bacımla bağladığım əhd necə olsun? And içmişəm ki, övladları anasızlığın dərdini dadmayacaq. O sənin verdiyin sözü öz əməli ilə yerinə yetirəcək. Faiqə Yusifi anasından heç də az əzizləməyəcək. Qorxursan ki, uşaqlarımın çoxluğu ucbatından Yusifə baxa bilməyəcəm? Yox, əksinə. Mən qorxuram ki, sən ancaq Yusiflə məşğul olub, o bir evladlarını unudasan. Yusifcan, bura gəl görün. Oğlum, de görüm, Faiqə bibi ilə qalmaq istəyirsən? Hə, ata. Faiqə bibi yaxşı anadır. Yox mənim əzizim. Ananın yerini verə bilmərəm. Amma çalışaram ki, onun qoxusunu məndən alasan. Çox sağ ol, qardaşım. Sənə söz verirəm ki, onu canımdan əziz tutub, göz bəbəyim kimi qoruyacağam. Nə qədər ki, fikrimi dəyişməmişəm, onu buradan apar. Yəni biz daha Yusifi görməyəcəyik? Bunu sizə kim dedi? Bibi qurban. O hər gün burada sizlə oynayacaq. Bibi, onda biz indi də Yusiflə oynaya bilərik? Əlbəttə ki, bilərsiz. Hə, get bala. Gedək. Yeməyinizi yeməmisiniz. Ehtiyatlı olun.
Bundan sonra sürünün məsuliyyəti sizin öhdənizdədir. Mən sizdən gəlməyəcəm. Gərək cəmaatın işləri ilə məşğul olan. Bura gəlməyimin səbəbi də elə budur. Ehtiyatlı olun, qoyunlara ziyan dəyməsin. Nigaran olma ata. Biz artıq uşaq deyilik. Bilirəm, bilirəm. Gedin, gedin. Salam bibi. Salam əzizim. Mehriban bibimə salam olsun. Salam bibi. Salam bala. Salam bibi. Salam. Allah köməyiniz olsun. Uşaqlar, Yusif gəldi. Salam Faiqə bibi. Salam əzizim. Yusifdən müğayət olun. Baş üstə. Salam olsun Allahın peyğəmbərinə. Hələ açma. Hələ açma. Açma. 1, 2, 3. Tut onu. Tut onu. Tez. İndi tutacağım. Tez. Bax belə. Hələ deyirlər ki, anasızlıq pis dərddir. Boş anasızların halına. Əgər anasızlıq yaxşıdırsa, bəs sən niyə ölmürsən? Bəlkə ölümündən sonra uşaqlarına daha yaxşı baxacaqlar. Bibi, bəlha pis mənada demədi. Bacı, mən demək istəyirdim ki, siz Yusifə yaxşı baxırsınız. Çox yaxşı, lap mehriban ana kimi. İzah eləməyə ehtiyac yoxdur. Sözlərinin mənasını yaxşı başa düşürəm. Sizə nə olub? Yəni, anası uşağa bəslənilən məhəbbətə də dözə bilmirsiniz? Ayıb olsun sizə. Ehtiyatlı ol, bacı. Sənin Yusifə həddindən artıq olan məhəbbətin, həm də onu əzizləyib bəzəməyin, qardaşlarının paxıllığına səbəb ola bilər. Yusifi sənə tapşırmağımın əsas səbəbi Ləyyanın ona həddən artıq olan məhəbbəti idi. O istəməsə də Yusiflə qardaşları arasına ikitirəlik salırdı. Sənin uşaqlarının arasına paxıllıq salan Ləyya deyil. Bəlhə ilə Zülfədir. Görək kim tutacaq. Tutacam. Tuttum səni. Allah Yusifi paxıllıq eləyənlərin şərindən, düşmənlərin bədnəzərindən qorusun. Yusif, bura gəl. Görək Yusif kimi tutacaq. Tuta bilməyəcəksən Yusif. Bilmirəm niyə, amma ondan ötürü yaman nigaranam. Narahat olmağa bir səbəb yoxdur. İcazə versəydin, onu aparardım. Bilirəm ki, Yusif acdı. Yusif, Bəli. bura gəl. Gedək bibi qurban. Sağ olun. Allah amanında. Ana, Yusif'in gözəl paltarlarını gördün? Faiqə bibi onun üçün tikib. Bizim üçün də o paltardan tikərsən? Məncə atanın bizimlə gəlməməyinin başqa səbəbi var. Məsələn, hansı səbəbi? Yusif. O istəyir Yusiflə qalsın. Mən belə düşünmürəm. Hey. O Allahın peyğəmbəridir. Gərək cəmaatın içində olub, onların çətinliklərini aradan qaldırsın. Yusifin paltarlarını gördün? Gördüm. Çox qəşəng idi. Xoş halına. Lavi, Yahuda, gəlmirsiniz? Gəlirik. Gedək Yahuda, gedək. Üst-başı çox səliqəli idi. Deyəsən anası Rahilənin ölümü Yusifə elə də pis təsir eləməyib. Elə danışırsan, elə bil onun qardaşı deyilsən.
Bunu geyin. Burada gözlə. Bilirsən bu nədir? Bu, sənin baban, mənim atam olan İsaq Peyğəmbərin kəməridir. Arzum bu idi ki, bunu Peyğəmbərlik yoluna davam etdirən bir şəxsə verim. Ümidvaram ki, həmin davamçı sən olacaqsan. Mənim bu kəmərdən xoşum gəlir. Həzrəti İbrahimin köynəyi bir də bu kəmərbənd mənə əmanət olaraq verilmişdi. Köynəyi qardaşıma verdim. Kəmər də hələlik səndə qalsın. Müğayyət ol, onu itirmə. Qorxuram bir çoxları bu kəməri əynimdə görüb narahat olsun. Məsələn, kimlər? Məsələn, qardaşlarım. Heç narahat olma. İndi isə tələs. Atanın moizə oxuyacağı məclisə gedirik. Gedək. Allahın öz bəndələrinə verdiyi nemətlərin məhv olub aradan getməsini arzulamağa paxıllıq deyilir. Başqalarının varına göz dikmək paxıllıqdır. Ətrafdakıların, yaxınların, yadların kədərinə sevinmək, sevincinə kədərlənmək paxıllıqdır. Aranızdan bir nəfər desin görüm, paxıl kimə deyilir? Yusifin taxtığı kəmər İshak Peyğəmbərindir. Görəsən Faiqə onu niyə Yusifə verib? Məncə kəmər növbəti Peyğəmbərə çatmalıdır. Başqasının uğur qazanmasını istəməyən paxıldır. Afərin oğlum. Paxıl elə sən deyən şəxsdir. Paxıl həmişə başqalarının əldə etdiyi nailiyyətlərə qəzəblənərək narahat olandır. Dil tökməyinə bax. Fərq eləməz. Gör bir özünü necə gözə saxlamır. Yoxsa maddi. Paxıllıqdan xilas olmağın çarəsi nədir? Buna kim cavab verə bilər? Ümid edirəm Yusif cavab verə bilməyəcək. Mənim balaca Yusifim bu barədə nə deyə bilər? Ata, bəs paxıl bilmir ki, nə vaxtsa bu dünya sona çatacaq? Afərin oğlum, afərin. Sualın cavabı sənin dediyin kimidir. Paxıl gərək bilsin ki, bu dünya heç kimə vəfa eləməyib. Paxıl nə bu dünyada xeyir görər, nə də axirətdə. Paxıl öz paxıllığı ucbatından heç nəyə və heç bir şeyə nail ola bilməz. Nə paxıl, nə də onun paxıllıq etdiyi şəxs bu dünyada qalası deyil. Əgər paxıl bunu bilsə, dar düşüncəsinə görə o öz dünyasını cəhənnəmə çevirməz. Anasız bir uşağa göstərilən sevgi təbiidir. Bəs anası olan övladlara laqeyd olmaq necə? Bu da təbiidir. Yəni, anası olanın məhəbbətə ehtiyacı yoxdur. Görürsünüz də, bibi ona təzə paltarlar giydirib bəziyir. Bir tərəfdən də ana onu dizinin üstünə oturtdurub ən ləzzətli yeməkləri yedizdirir. Düzdür, bunu gizlətməyə çalışır. Amma atamız da onu hamımızdan əziz tutur. Düzünü desək, Yusif qardaşımız həm şirin dilli, həm də ağıllıdır. Onu sevməmək mümkün deyil, çox mehribandır. Biz də hamımız Yusifi çox sevirik. Amma atamız və anamız Yusifi həddən artıq ərköyün böyüdürlər. Qulaq asın, qardaşımız Yusifin babamız İshakın kəmərini taxdığını gördünüz? Bəlhə deyir ki, o kəmər Peyğəmbərin mirasıdır və sonraki Peyğəmbərə verilməlidir.
Yaxşı, bəs Faiqə bibi onu Yusifə niyə verib? Bunu bibidən soruşa bilərik. Axşam sürünü aparanda bibinin yanına gedərik. Uşaqlar, daş. Gəlin bir də yarışaq, hə? Sizin hamınızı məğlub edəcəm. Yahuda yenə başladı. Baxarım. Qalib gələn atanın can işinidir. Görək bizə nə göstərir. Aferin. Bir də. Alın. Aferin. Görək Şamun nə edir? Ha Şamun. Qaldır görək. Göstər məharətini. Bacarmırsan? Biraz da. Alınmadı. Yaman ağır da şeydi. Gördük orada məharətini. Gördük də. Yorulmayasız, hara belə? Salam Zülfə. Sürünü axura apardıq. Faiqə bibigilə gedirik. Ondan işimiz var. Ondan bir söz soruşmaq istəyirik. Bizim də ona sualımız var idi. İndi oradan gəlirik. Mən məsləhət görürəm ki, ora xəbərsiz getməyəsiz. Atanız Faiqə bibiniz gildədir. O Yusifi görməyə gedib. Ola bilsin bu görüşü müşahidə eləmək sizə xoş təsir bağışlamasın. Görəsən orada nə baş verir? Gedək baxaq. Bu ki çətin deyil. Gəlin. Gördünüz? Ata Yusifi hamımızdan çox istəyir. Nə boş-boş danışırsan? Uşaq olanda biz də atamızın qucağında otururduq. Bizi də bu cür əzizləyirdi. Elə buna görə də Bəlhə və Zülfə deyirdilər ki, xəbərsiz Faiqə bibigilə getməyin. Mən gedirəm. Özünüz bilərsiz. Burada dur oğlum. Salam ata. Salam ata. Salam bibi. Salam əzizlərim. Salam olsun Yaqub ailəsinin kişilərinə. Yorulmayasınız əzizlərim. Siz nə vaxt qayıtdınız? Elə indi qoyunları axura göndərib bura gəldik ki... Gəldiniz ki nə? Bibi ilə söhbət eləməyə gəlmişik. Yaxşı. Danışın, eşidirəm. Bibi, de görüm bu kəmər babamız İsaqındır. Bəli, elədir. Amma Yusif üçün oyuncaq əvəzidir. Düzü budur ki, istədim Yusif bundan oynayıb, anasızlığının qəmini unutsun. Amma Bəlhə deyir ki, bu kəmər keçmiş peyğəmbərlərin mirasıdır və gərək sonraki peyğəmbərə çatar. İsaqdan sonraki peyğəmbər mənəm. Bu mənim atamla miras qalıb. Yusuf'a isə oynamaq həm də başını qatmaq üçün verilib. Bəlhə ilə Zülfə Rahilə sağ olanda ona paxıllıq eləyirdilər. İndi özü yoxdur, övladına paxıllıq eləyirlər. Onların sözlərinə çox fikir verməyin bala. Ata, Yahuda deyir, sən Yusifi bizdən çox istəyirsən. Belə deyil. Amma siz bugün Yusifi görməyə gəlmişsiniz. Onu dizinizdə otuzdurmuşsunuz. Uşaq vaxtı sizi də qucağımda otuzdurardım. Siz də uzaqda olsaydı sizin görüşünüzə gələrdim. Mən sizin hamınız istəyirəm. Belə sözləri eşidəndə əsəbləşirəm. Gedək, gedək. Mən sizi evin kişiləri öz arxa dayağım bilirəm. Amma siz özünüzü zəif, balaca uşaqla müqayisə edirsiniz. Sağ ol bacı. Bebi, atıya de, məni çox istəməsin. Niyə? Axı qardaşlarım narahat olur. Gözümün nuru. Sən ana məhəbbəti görməmsən.
İndi də atadan məhrum olmalısan. Yusif. Yusif. Hardasan? Hə, tapdım səni. Dayan görüm. Dayan əzizim, dayan. Dayan. Yusif. Biraz yavaş Yusif. Ay yoruldum. Bak belə, tuttum səni. Yusif, Yusif, biraz ehtiyatlı ol bala. Kalk azizim. Güzel balam. Gidin gizlenin, gidin tez olun. Tez olun gizlenin. Tələsin. Gizlendiniz. Gizlendiniz. İrmiyəcən sayıram, gerek onları tapasan. Hardasız? Hey, hardasız? Seni tapdım, tapdım. Sen gerek gözünü yumasan, seni tapdım. Seni de tapdım. Ama hele Yusuf'u tapmamışsan. Yusuf. 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 Yusuf ana. Yusuf. Görmedi. Yusuf. 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 Yusuf, biz oyunu kurtarmışıq, çıx. Görəsən o hara gedib? Hər yer axtarmışam. Fahiqə bibinin ya da Bismənin yanına getməyib. Gedək, gedək axtaraq, gəlin. Yusuf. 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 Bismə, Yusufu görməmisən? Nə olub? Nə baş verib? Yusuf itib. Bura gəlməyib. Nə olub? Fahiqə bibi, Yusuf itib. İtib? Hara getdiniz getdi. Məyər bir-birinizdən oynamırdınız? O gizləndi. Daha onu tapa bilmədik. Hər yer axtarmısınız? Hə, hər yeri. O qardaşımın əmanətidir. Gəlin görüm harda oynayırdınız getdi. Yusuf. Yusuf. Bibi qurban hardasan? Yoxdur. Yusuf.
Yusif! Burada da yoxdur. Yusif! Ay Yusif! Bibi! Yusif burada da yoxdur. Mən neyniyim? Başımı haranın külünü töküm. İlahi mənə kömək ol. Yusif! Yoxdur. Yoxdur. Yusif! 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 Burada da yoxdur. Vay olsun mənim halıma. Mən neyniyəcəm? İlahi. Ay Allah. Quyu. Görəsən quyuya düşməyib. Yusif! Dublyajın rejissoru Emin Abbasov, tərcümə edənlər Süleyman Fərzəliyev və Könül Cavadova, redaktor Teymur Quliyev, səs rejissorları Orxan Ağalarov və Vüsal Həsənov, inzibatçı Xeyrullah Zeynalov, dublyajın direktoru Süleyman Fərzəliyev və Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Həmidə Ömərova, Elşən Rüstəmov, Kazım Abdullayev, Şəfəq Əliyeva, Pərviz Bağırov, Məmməd Səfa, Natəvan Qeyvani, Gülnarə Zülalova, Fərqanə Quliyeva, Pərviz Məmməd Rızayev, Rövşən Məmmədli, Qədir Mirzə, Cəlal Məmmədov, Vüsal Murtuzəliyev. Film 2009-cu ildə Sinesalam kinostudiyasında dublyaj olunub.